Mingəçevir şəhərində 1987-ci il təvəllüdlü Cavid həyat yoldaşı Naziləyə xəsarət yetirib. Məlumata görə Cavid hadisə günü həyat yoldaşına zəng edib və birgə nikahdan olan övladını dənizə aparmaq istədiyini bildirib. Amma qadın ərinin bu təklifinə rədd cavabı verib. Bu səbəbdən cütlük arasında mübahisə yaranıb. Cavid arvadının işlədiyi dövlət qurumuna gedib, o qurumun inzibati binasında yumruqla Nazilənin baş və üz nahiyəsinə zərbə indirib. Bununla da ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Cavidin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilib. Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, həmin hadisə günü Nazilə müxtəlif bəhanələrlə uşaqları ona göstərməyəcəyini, onun kişi olmadığını deyib. Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Cavid 8 ay müddətə azadlığın məhkumlaşdırılması, yəni elektron qolbaq cəzasına məhkum edilib. Qeyd edək ki, adlar şərti verilib.